Bu təmizlik şirkətindən şikayətim var. Anamgildə yaya hazırlıq üçün təmizlik işləri gedirdi və təmizlik üçün şirkət çağırmışdı. İstədim sizlərlə də fikrimi bölüşüm. Əvvəlcə onu qeyd edim ki, bizə 4 xadimə gəlmişdi və evdə görünən, görünməyən hər yeri tərtəmiz etdilər. Pəncərə, pərdə, radiator, xalçadan tutmuş, üskülər, qapılar, hamam tualetə qədər, hətta qablara qədər tərtəmiz etdilər. Təmizlik üçün nə lazımdırsa, toz sorandan tutmuş təmizlik vasitələrinə qədər hər bir şey özləri ilə gətirirlər. Qiymətləri isə həqiqətən sizi şoka salacaq. Təsəvvür edin, 4 saatı cəmi 38 manat, 6 saat 44 manat, 8 saat isə cəmi 58 manatdır. Səmimi sözümdür, bu günə qədər anam da, mən də çox təmizlik şirkəti ilə işləmişik, amma bura qədərini görməmişəm. Şəxsən özümün də razı qaldığım və sizə şiddətlə tövsiyə etdiyim bir şirkətdir. 4 xadimə evdə bir neçə saat ərzində o yer qalmadı ki, oranı təmizləməsinlər. Evdə olan güllərdən tutmuş ayaqqabı şkafına qədər, kondisionerlərdən tutmuş hər bir şey tərtəmiz oldu. Bacardığım qədər bütün gördükləri işləri sizlər üçün çəkib paylaşmaq istədim. Sizə 100% deyirəm ki, bir dəfə bu şirkətlə işləsəz daimi işləyəcəksiniz. Şirkətin nömrəsini də, səhifəsini də aşağıda qeyd edəcəm. Mütləq müraciət edin.